1792-ci ildə artıq Bakı xanlığının taxtında Hüseyn Qulu xan oturmuşdu. Hüseyn Qulu xan özündən əvvəlki Mirzə Məhəmməddən fərqli olaraq Bakı xanlığının və həmçinin Azərbaycan xanlığının taleyində çox önəmli rol oynadı. Sisiyanov Azərbaycanı fəth etmək üçün qılıncını yenə də Azərbaycan səmasında oynadırdı. Bu dəfə isə artıq yol Bakıya idi. Azərbaycanda xanlıqların yaranması prosesində Azərbaycan tarixi üçün çox əhəmiyyətli hadisələr onun şimal-şərq torpaqlarında cəryan eləyirdi. Quba xanlığı, Dərbənd xanlığı, Bakı xanlığı, Şəki xanlığı, Şirvan xanlığı tarixi Şirvanşahlar dövlətinin ərazisində yaranmışdı. Bakı xanlığının ərazisi həm hərbi, həm strateji, həm iqtisadi cəhətdən çox maraq kəsb edildiyinə görə həmişə diqqət mərkəzində idi. Fətəli xan hərbi cəhətdən heç də digər xanlardan irəli getməmişdi. Onlar qədər bacarığa malik idi. Onun qələbələri də çox olub, məğlubiyyəti də olub. Ancaq diplomatik məharət cəhətdən o bütün Azərbaycan xanlarından üstün olub. Hələ qarşıda Azərbaycanın şimal qapısı Dərbəndin işğalı dururdu. Hələ qarşıda çox inadkar Şeyx Əli xanın üsyanları dururdu və Sisiyanovun Quba fəthi dururdu. Çox yaxın keçmişimizə, ancaq keçmişimizə nəzər salaq. O keçmişə ki, Çar Rusiyasının işğalı deyək və onu araşdıraq. Onda görəcəyik ki, Sovet tarixşünaslığının indiyə qədər beynimizə yeridib, bizi az qala manqurtlaşdıran məqsədləri bir ayrı imiş. Rus imperiyası və təkcə Rusiya-mı zaman-zaman bizləri öz torpağımızda elə vətənimizlə bir yerdə vassal asıllığına, tabeçiliklə qul etmək niyyətində olublar. Sisiyanov, Zubov, Listaneviç, Qaryagin bunlar müəyyən pərdənin qəhrəmanları olsalar da, hadisələr silsiləsi Rus siyasəti ilə qurulurdu. Bəli, 1800-cü illər idi, Çar Rusiyasının Azərbaycan fəthi çox müvəffəqiyyətlə gedirdi. Artıq Gəncə, Qarabağ, Şəki, Şirvan işğal edilmişdi. Növbəti və əsas addım Bakıya doğru atılırdı. Keçmiş Şirvanşahlar dövləti sonraki Bakı, Quba və Dərbənd xanlığını fəth etmək istəyirdi Sisiyanov. Ancaq bu onun sonuncu cəhdi, sonuncu addımı idi. Şərqə, Azərbaycana nifrətinin təzahürünün sonu idi. Sisiyanovun ardıcılları hələ gələcək idi. Hələ ki, zaman Sisiyanovun və Çar Rusiyasının xeyrinə işləyirdi. Zaman elə həmin zaman idi. Zaman həmin zaman idi və Çar Rusiyası yenə də Azərbaycanı işğal etmək, fəth etmək əmrini vermişdi Sisiyanova və Sisiyanov Azərbaycanı fəth etmək üçün qılıncını yenə də Azərbaycan səmasında oynadırdı. Bu dəfə isə artıq yol Bakıya idi. Və Sisiyanovun xüsusi Aziyatlara, Asiyalılara verəcəyi dərs, xüsusi xanlıqlara qarşı olan nifrəti, təkəbbürü ona bu missiyanı birə-beş yerinə yetirməyə daha çox imkan verirdi və o bundan birə-beş istifadə edirdi. Və Çar Rusiyasının əsas məqsədlərindən biri, Çar Rusiyasının məqsədlərindən biri təbii ki, Xəzər dənizini daxili gölə çevirmək idi. Həmçinin bu ərazinin iqtisadi və coğrafi üstünlüyünü özündə saxlamaq, kənar dövlətlərin ayağını buradan kəsmək və daha nələr düşünən Çar Rusiyası bundan başqa da Azərbaycan xanlıqlarından hansı ki, onun təbəəliyini qəbul eləmirdi, hansı ki, onun tələblərini rədd edirdi, həmin xanlara qarşı daha xüsusi qəddarlıq nümayiş elətdirirdi və burada da Cavad xan qiyamının nəticəsi olaraq Cavad xanın şəhidliyi, Cavad xanın qətli Azərbaycan xanlarına göz dağı idi. O, Azərbaycana bax belə göz dağı vermişdi və artıq təcrübədə bu var idi. Sonradan tarix etibarilə bu yenidən Azərbaycan xanlarında bu təkrar olunan bir tarix olacaq. Yəni bu qəsdlər, bu göz dağları dəfələrlə təkrar olunacaq. Amma hələ ki o Azərbaycan xanlarının daha böyük bir nümunəsi sayılan və daha böyük statusa malik olan Qarabağ xanı, İbrahim xanın Çar Rusiyasına olan xüsusi simpatiyasından istifadə edərək Qarabağı İrandan qopartdı və tək Qarabağı yox, Şirvanı, Şəkini də qopartdı və indi də Bakı xanlığına üz tutmuşdu və Sisiyanov burada tək Sisiyanov yox, təbii ki, Çar Rusiyasının böyük məqsədlərindən kiçik hissəciklər idi bütün bunlar və bu ərazini Qafqazda olan əsas tranzit yolu kimi əldə saxlamaq idi. Bütün bu ona qarşı çıxmaq istəyən xanlara isə onlara çox xüsusi qəddarlıqla nümunələr göstərirdi və bu sonradan İbrahim xanın taleyində özünü göstərəcəkdi. Yazıq İbrahim xan
Rusiyaya inandığı bir halda, Rusiya təbəəliyini öz dövlət statusunda qəbul elədiyi halda, baxmayaraq ki, bu təbəəlik adlandırılsaydı da güya İbrahim xanın müəyyən statusu var idi, bu da ancaq boş söhbət idi. Ancaq cəllad və qəddar Lisaneviç, o Lisaneviç ki, Cavad xanı öz gülləsi ilə vurmuşdu, yaralamışdı və həmçinin həmin Lisaneviçin əmri ilə bircə gecədə İbrahim xanın nəinki özü, ailəsi, əyalı, nökər Qaravaşı və qohumları ilə bir yerdə bircə gecədə qətl edildi. Azərbaycan xanlıqları isə hələ də heç nə anlaya bilmirdilər. Azərbaycan xanlıqları Cavad xanın dəhşətli ölümündən sonra, şəhidliyi ancaq qətlindən sonra və həmçinin Sisyanovun ölümündən sonraki bir prosesdə Lisaneviçin qəddarlığı yerinə getirdiyi, qətlini yerinə getirdiyi İbrahim xanın məhvindən sonra nisbətən ayılmağa başladılar və Çar Rusiyasının və Sisyanovun ümumiyyətlə bu işğalın və Rusiya imperiyasının onlara qarşı etdiyi məqsədi anlamağa başladılar. Çox təəssüf ki, bugün Azərbaycan xanlıqlarının şərəfli tarixinin sonluğu olmadı. Yəni bizim indi öyrənmək istədiyimiz tarixlərin sonunda şərəfli tarix dayanmır və biz bu acı tarixin səhifələrini vərəqləməklə məşğuluq və bu tarix gərəkdir bizə. Bir məmləkət ancaq müxtəlif xanlıqlara bölünmüş Azərbaycanın daxilindəki feodal çəkişmələrin nəticəsində gücdən düşmüş xanlıqlar Rusiya imperiyasında xüsusi zəbt etmə ehtirasını doğururdu. Bu fəth etmə planı müəyyən qısa zaman ərzində yaranmamışdı. Əsrlər boyu Rus imperiyası öz sərhədlərini Kaspi dənizinin sahillərinə qədər genişləndirmək, bütün şərq ölkələrinə ticarət yolu və ən mühüm tranzit mövqeli Azərbaycan ərazisinə nəzarət etmək istəyində olub. Uzun illərsə Sovet tarixşünaslığı xilas edici Rus imperiyasının xalqa, məhz Azərbaycan xalqına qarşı, İslama qarşı olan siyasətini və məqsədini qəsdən görmürdülər. Və bu yolda çox aydın və dəhşətli dərəcədə mənimsənilmək ehtirasının obyekti olan Bakı xanlığının fəthi Rus imperiyasının bir nömrəli məsələsi idi. Azərbaycanda xanlıqların yaranması prosesində Azərbaycan tarixi üçün çox əhəmiyyətli hadisələr onun şimal-şərq torpaqlarında cəryan eləyirdi. Bu tarixi Şirvan torpaqları idi. Və burada Quba xanlığı, Dərbənd xanlığı, Bakı xanlığı, Şəki xanlığı, Şirvan xanlığı tarixi Şirvanşahlar dövlətinin ərazisində yaranmışdı. Və Rusiya işğalı prosesində bu xanlıqlar Rusiya üçün çox mühüm hərbi strateji əhəmiyyət kəsb eləyirdi. İşğal mərhələsində hərbi strateji məqsəd öndə olduğu üçün bu mühüm əhəmiyyətə malik idi. Amma biz qeyd eləməliyik ki, həm də bu torpaqlar böyük iqtisadi potensiala malik idi. Ona görə də bu torpaqların tutulması iqtisadi cəhətdən də Rusiyanın xərclərinin ödənilməsində çox böyük rol oynamalı idi. Bu da qədim Şirvanşahlar, bu da qədim Şirvanşahlar tikililəri. Və bu həmin illərdə, bəhs etdiyimiz illərdə 3-cü Mənüçöhrün dövründə tikilməyinə baxmayaraq bu abidələr, bu memarlıq nümunələri bəhs etdiyimiz illərdə tamamilə yaddan çıxan bir abidə idi və bu həmin dövrdə, xanlıqlar dövründə xarabalıq şəklində qalan bir abidə idi. Yəni bir kompleks idi, yəni bir istifadəsiz, baxımsız qalan bir tikili idi. Və bəhs etdiyimiz illər isə 1792-ci ildə artıq Bakı xanlığının taxtında Hüseyn Qulu xan oturmuşdu. Hüseyn Qulu xan özündən əvvəlki Mirzə Məhəmməddən fərqli olaraq Bakı xanlığı və həmçinin Azərbaycan xanlığının taleyində çox önəmli rol oynadı. Bu həmin illər idi ki, həmin illərdə bir tərəfdən İran, bir tərəfdən Rusiya Bakını işğal eləməyə cəhd göstərirdilər və ümumiyyətlə zaman həddi qoyulmadan zaman istər daxili digər xanlıqlar tərəfindən, istərsə də xarici qüvvələr, digər dövlətlər tərəfindən Bakı xanlığı, Bakı ərazisi həmişə işğal edilməyə həvəsli və məqsədli olan bir ölkə, məmləkət və bir zona idi. Bu da ona görədir ki, bu Bakı xanlığının iqtisadi, strateji baxımdan bir böyük əhəmiyyət kəsb edən bir zona idi və burada daim müdafiə olunan müdafiə qalaları tikilirdi və daim müdafiə ehtiyacı olan bir yer idi. Daim hədəfdə olan bir ərazi idi. Amma 1793-cü ildə Yekaterinanın əmrindən sonra Bakı Rusiyanın himayəsinə keçir Bakı xanlığı və 1795-ci ildə Ağa Məhəmməd Şah Qacarın Azərbaycana yürüşündən sonra isə vəziyyət tamam dəyişir. Bakı xanlığının ərazisi Abşeron yarımadasında yerləşir, Quba, Şamaxı, Salyan xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Bakı şəhəri xanları 1-ci Mirzə Məhəmməd 1747-1768-ci il, Məlik Məhəmməd 1768 və 84-cü il, 2-ci Mirzə Məhəmməd 1784-91-ci il, Məhəmməd Qulu xan 1792-ci il, Hüseyn Qulu xan isə 1792-1806-cı illər.
zaman-zaman Hüseyn Quluxanın gah Ağa Məhəmməd Şah Qacara, yəni ki, İrana, gah da Rusiyaya meyllənməyi çox maraqlı bir vəziyyət yaratmışdı. Ümumiyyətlə, Bakı xanlığının taleyində Hüseyn Quluxan qeyd etdiyim kimi çox önəmli bir rol oynadı, həm də çox maraqlı bir rol oynadı. Deməli, 1796-cı ildə Rusiya Azərbaycana yenidən qoşun göndərdi və Ağa Məhəmməd Şah Qacardan imtina etmiş, məcbur olan təbii ki, Hüseyn Quluxan yenidən Rusiya himayəsini qəbul etməyə razılıq verdi. Və 1-ci Pavel tərəfindən Rus qoşunları geri çağırıldıqdan sonra vəziyyət yenə dəyişdi və Hüseyn Quluxan yenə Ağa Məhəmməd Şah Qacara meyl elədi. Amma Ağa Məhəmməd Şah Qacarın vəfatından sonra isə Bakı xanlığı nisbətən sərbəstləşdi, müstəqilləşdi, amma bu da uzun çəkmədi. 1803-cü ildə Rusiya qoşunları yenidən Bakıya, yəni Azərbaycana gəldi və Bakını tutdu və daha doğrusu Bakıya Rusiya himayəsini, Bakı xanlığı qəbul etdi ikinci dəfə Rusiya himayəsini və 1804-cü ildə Hüseyn Quluxan yenidən fikrini dəyişdi. Yenidən bu fikirdən imtina elədi, Rusiya himayəsindən imtina elədi. Artıq məsələ tamam dəyişmişdi və məsələyə artıq Sisyanov qarışmağa başladı. Sisyanov iri, inamlı addımlarla Azərbaycan boyunca gedirdi. Onu saxlayan qüvvə yox idi. Qəhrəman Cavad xanın şəhidliyi, İbrahimin inamı və faciəsi Çar Rusiyasının sadiq əskəri üçün bu bir heç idi. O bu yerləri istər Qarabağ, istər Gəncə, istər Bakını yandırıb yaxmaq, diz üstə qoymaq istəyirdi və bu yolda o hər şeydən, özündən də keçirdi. O bir döyüş qan Allahı kimi kəllələr və qan üzərində gəzirdi. Sisyanov qəhrəman əskəri yox, güclü ordusu olan cəllad idi. İllah-dakı müsəlmanlara, türklərə qarşı xüsusi qəddarlığı ilə seçilirdi. Qarşıda Bakı fəthi dururdu. Yəqin ki, Sisyanov Bakını atəşə yaxandan sonra öz missiyasını nisbətən bitmiş hesab edəcəkdi. Ancaq o elə bilirdi ki, bunları da görəcək və həyat da elə belə onu bax bu cür sevindirəcəkdi. Çar 1-ci Aleksandrın hakimiyyəti dövründə artıq 1801-ci il sentyabrın 12-sində Şərqi Gürcüstanın, yəni Kartli Kaxet Çarlığının Rusiyaya birləşdirilməsi haqqında fərman verilir. Ondan sonra artıq Şərqi Gürcüstandan işğalından sonra Azərbaycan torpaqları uğrunda mübarizə başlayır. 1803-cü ildə Carbalakən Gəncə xanlığı sonra işğal olunur. Sonra Qarabağ xanlığı və Şəki xanlığı ilə Kürəkçalda müqavilələr imzalanır. Şamaxı xanlığı, Şirvan xanlığı ilə də 1805-ci il dekabrın 27-sində müqavilə imzalanır. Bundan sonra artıq Rus qoşunları Bakıya yaxınlaşır və Bakının işğalı üçün mübarizə başlayır. Valerian Zubov yazırdı. İkinci Yekaterinanın və birinci Pyotrun uğursuz cəhdlərini çox güman ki, Sisyanov həyata keçirəcək, özü də çox müvəffəqiyyətlə həyata keçirəcək. Bu doğrudan da çox düşünülmüş, daşınılmış bir seçim idi. Yəni Sisyanovun bu məqsədə, bu missiyaya seçilməyi, məqsədə seçilməyi çox düşünülmüş bir taktika idi. Və burada Sisyanovun ona görə yox ki, tutaq ki, Çar Rusiyasının çox sadiq bir sərkərdəsi idi, əskəri idi. Ona görə yox ki, o Çar Rusiyasının məqsədi və amalı yolunda canından keçirdi. Bəlkə bunlar doğrudan da var idi, amma burada əsas məqsəd bir ayrı idi. Sisyanovun Aziyatlara xüsusi olan nifrəti, Asiyalılara hansısa dərsi vermək, illah-dakı Azərbaycan xanlarına mütləq şəkildə onların məhz aziyat olduğunu başa salmaq, onlara xüsusi ikrahı bir daha bu aparılan, yəni onun apardığı bu işğal siyasətində, onun bu təbəcilik siyasətində bəlkə də sülh məramlı adlanacaq və hər dəfə böyük imperatorun lütfündən danışan Sisyanov əslində bu nifrətinin ikrahını gizlədə bilmirdi və o doğrudan da bu missiya üçün çox gözəl seçilmişdi dırnaq içində desək, çünki Azərbaycan xanlarına qarşı olan nifrəti hər bir Azərbaycan xanlığının təbəçiliyində, işğalında bu özünü çox möhkəm göstərirdi. Və onun hətta əskərlərə dediyi, yəni əmirlərindən belə onun Azərbaycanlılara, Azərbaycana, Bakıya, yəni illah-dakı Bakı xanlığına qarşı olan münasibətini göstərirdi və burada əsas faktor Xəzər dənizi və Qara dənizin arasında olan məsafəni, ərazini əldə etmək cəhdi böyük şərt idi. Bu da Çar Rusiyasının böyük məqsədi idi. Burada tək iqtisadi, siyasi, strateji baxımdan deyildi, hərbi baxımdan da var idi. Hərbi baxımdan da əvvəl Sisyanov bu dəniz, yəni Qara dəniz və Xəzər dənizi faktorunu öndə götürürdü və bütün bu vasitələr şərt idi. Yenə dediyim kimi, Sisyanovun məhz bu ərazidə yaşayan insanlara, bu ərazidə yaşayan xanların təkəbbürünə qarşı onlara mütləq ikinci bir kartı, onlara məğlub olmaq kartına qarşıya qoymalıydı. O əskərlərinə belə də deyirdi. Toplar Bakıda elə yerlərə, elə qüllələrə, elə nöqtələrdə yerləşdirilməlidir ki, şəhər əhalisi həmişə qorxu içində olsun.
Və əgər hər hansı bir müqavimətlə rastlaşsaz, yəni öz əsgərlərinə deyirdi, onda toplardan atəşlər elə açılmalıdır ki, şəhərin ən müqəddəs yerlərində xarabalıqlar qalsın, şəhərin yerində ümumiyyətlə kül qalsın. Yəqin ki, bu əmr ancaq elə bax, bu əmr Sisiyanovun məhz bu millətə, məhz bu xalqa, bu insanlara qarşı olan münasibətini çox gözəl bir rozə verir. Sisiyanov ümumiyyətlə bu Azərbaycan xanlıqlarına qarşı ikrahla, qəzəblə, nifrətlə doğrulmuş bir adam idi və bu da ona sonradan çox baha başa oturacaq. Sisiyanovun 1-ci Aleksandra göndərdiyi raportunda qeyd edirdi ki, bu ilin kampaniyasında İranlılar tərəfindən vurulmuş 1 milyon manat zərərin ödənilməsi üçün Xəzər donanmasının Əncəli və Rəşt şəhərlərinə göndərilməsi lazım gəlir. Və 1805-ci ildə Rus donanması general-mayor Zavalişinin başçılığı altında Pirbazara, Rəştə 800 nəfərdən ibarət desant çıxarır. Desant uğursuz olur. İran qoşunlarının üstün qüvvələri qarşısında Zavalişin geri çəkilib Bakıya qayıdır. Bakını təslim etmək qəsdi ilə Sisiyanov general-mayor Zavalişini əvvəlcə Bakıya göndərdi və general-mayor Zavalişini də o şərtlərini də göndərmişdi. Məktubunda elə belə də yazırdı. Mən sizə qalanı təslim etmək şərtlərini göndərirəm və istərdim ki, siz bu qalanı bu şərtlərlə bizə təslim edəsiniz. Yox, əgər qalanı bizə bu şərtlərlə təslim eləməsiniz, yəni ümumiyyətlə təslim olmasaz, sizə söz verirəm ki, Gəncənin aqibəti Bakını da gözləyir. Yəni Gəncəni yandırıb yaxdığım kimi Bakını da yandırıb yaxacağam. Güman eləməyin ki, bu sözlərlə mən sizi qorxudub təhdid edirəm. Yox, yəqin ki, bu 3 il müddətində mənim artıq dediyim sözlərə xilaf çıxmadığımı görmüsünüz. Hər dediyim sözün arxasına dayandığımın şahidi olmusunuz. Ona görə sizə bir daha məsləhət görürəm ki, qalanı təslim edəsiniz bizə. Yəni bu şərtlərlə əməl edəsiniz. Əgər əməl etməsəz, Bakıda daşı üstə qoymayacağam. Və mən köhnə tanışlığı qiymətləndirən adamam və bu köhnə tanışlığa görə sizə bir də məcbur eləyirəm, vadar eləyirəm ki, bir də düşünəsiniz və Gəncəli Cavadxanın aqibətindən qorxub çəkinəsiniz və bu tanışlığa görə mən sizi yenidən xəbərdar eləmək özümə məsləhət, yəni borc bilirəm və sizə məsləhət görürəm ki, Bakını bu şərtlərlə qalanı təslim edəsiniz. General-mayor Zavalişinin şərtlərini yəni qəbul edin. Yoxsa bir daha sizə söz verirəm ki, Bakını Gəncənin aqibəti gözləyir. Bax, bu aqibətdən qorxub çəkinməniz gərəkdir. Bu ərazilər düşmənlərinə daim yenidən bölüşdürülmək həvəs və eşqi verirdi. Düşmənlərimiz öz aralarında bölüşdürüb qutara bilmədiklərindən bu ərazilərdə daim müharibələr, ən yaxşı halda hansı biri isə qabağa düşüb o biri üçün xarabalıqlar hazırlamaqla məşğul olurdu. Ən acınacaqlısı isə dost, qardaş anlayışları idi. İçəridən parçalanma kənardakı düşmənin xeyrinə idi. Zaman-zaman eyni dəstə xətti görsək də konkret qonşularımızdan yenə də düşmənə dost deməyə yaddaşımız və vicdanımız imkan verir. 1727-ci ildə general Matyoşkin Xəzərdən Bakını ateşə tutanda bax gördüyünüz Məhəmməd məscidi dağıldı. Tək Məhəmməd məscidi dağılmadı, amma bu Məhəmməd məscidi dağılandan sonra bura Sınıq qala deyirlər və həmçinin Şah məscidi də dağılmışdı və ümumiyyətlə zaman-zaman Çar Rusiyasının Azərbaycanı elətdə Bakını, Bakı xanlığının işğalında, yəni bu atəşlər daimi idi, davamlı idi. Yəni həmişə Bakı xanlığının ərazisi həm hərbi, həm strateji, həm iqtisadi cəhətdən çox maraq kəsb elədiyinə görə həmişə diqqət mərkəzində idi və həmişə bu ərazini ələ keçirtmək iddiasında idi. İstər Çar Rusiyası, istər İran fərqi yoxdur. Həmişə bu ərazi, bax bu iddialar, bu işğallar altında qalırdı. Bu top atəşlərinə məruz qalırdı və ümumiyyətlə Bakıda, yəni Bakı xanlığının paytaxtı olan əsas şəhəri İçəri şəhər və İçəri şəhərin də içərisində olan, yəni bütünlükdə Bakı xanlığı İçəri şəhərdən ibarət idi və burada olan müqəddəs binalar, məscidlər tez-tez dağıdılırdı və sonradan, hətta sonraki illərdə, yəni sonraki əsrlərdə daha doğrusu bərpa etmə işləri ilə məşğul olan digər millətlərin nümayəndələri çalışırdılar bu atəşlərin izlərini itirsinlər, amma təbii ki, bunu tamlığıyla axıra qədər itirə bilmirdilər və bu İçəri şəhərdə olan müqəddəs binaların çoxluğu diqqətə cəlb eləyir. Nəzərə alaq ki, İçəri şəhərin özündə çoxlu müqəddəs binalar var idi və müqəddəs binaların dağıntısı ilə bir xeyli, yəni əsaslı şəkildə, davamlı şəkildə məşğul olurdular və ümumiyyətlə müdafiə qalalarının çoxluğu da diqqəti cəlb eləyir burada, bu ərazidə. Bu da ona görə ki, dediyimiz kimi istər daxili, yəni digər xanlıqlar tərəfindən, Azərbaycanın daxilindən, xanlıqlarından Bakı xanlığına olan hücum, həmçinin kənar dövlətlər, qonşu dövlətlər tərəfindən Bakıya hücum çox olurdu. Ona görə burada müdafiə qalalarından mütləq idi, labüd idi və bunların bir-birinin ardınca tikilməyi də məntiqə tam uyğundur.
Rusların Azərbaycanda bir fatih sifəti ilə cövlan elədiyi dövrdə, yəni bütün Azərbaycana sahib olmaq istəyən bir dövründə Şəki xanı, yəni ilk baxışda həmin bu Çar Rusiyasına qarşı bir ciddi cəhdlə çalışan Səlim xanın Qarabağda bacısı öldürüldüyünə görə o ondan sonra Rus hökumətinə qarşı böyük üsyan elədi və qoşunları Şəkinin özündə olan Rus əskərlərinə qırıb çatdı, axıra qədər çatdı və demək olar ki, bəlkə də dünən Gəncədən gətirdiyi Rus əskərlərini yenidən qovub Gəncədən çıxartdı və Şəkillərin xəncərindən xilas olan Rus qoşunu təbii ki, özünə yer tapmağa çalışırdı və bu ərəfədə Səlim xan Abbas Mirzədən də kömək alırdı Çar Rusiyasına qarşı etdiyi hücumlarda və bundan başqa Abbas Mirzədən başqa da onun yerli qüvvələrdən köməyi vardı və həmin vaxtlarda Səlim xan ləzgilərdən və avarlardan olan dəstələr yığaraq həmin dəstələrlə Çar Rusiyasına qarşı kömək edirdi. Və bu yerlər söylənilərinə görə həmin o ləzgilər və avarlardan yığılan qoşun dəstələrinin yerləri olub. Göstərilən xanlıqların işğalından sonra Rus qoşunları Şəki yaxınlığındakı üsyanı yatırmaq üçün göndərildi. 1806-cı ilin oktyabrın 22-sində Nuxa yaxınlığında həlledici döyüş baş verdi və Şəkili Səlim xan dəstəsi məğlubiyyətə uğradı. Rus qoşunları Nuxa şəhərini mühasirəyə aldılar. Şəhər sakinləri müqavimət göstərməkdə davam edirdi. Onlar çox ciddi müqavimət və hücumlar göstərdilər, ancaq Rus qoşunları hücum edərək Nuxanı ələ keçirdilər. Səlim xan İrana qaçdı. Şimali Azərbaycan xanlıqlarında üsyan yatırıldıqdan sonra hökumət bir sıra yerli feodal hakimləri dəyişdi. Rusiya başçıları, o cümlədən Knyaz Sisyanov, o sərdar ki, Çar Rusiyasının məqsədlərini çox gözəl həyata keçirirdi, böyük amal və məqsədlə həyata keçirirdi və burada başlıca səbəb olan Qara dənizin və Xəzər dənizi ətrafındakı ərazilərə keçirmək məqsədi bu da aydındır və o illərdə Sisyanov Gürcüstanda, yəni Tiflisdə böyük bir qala tikdirdi Qara dənizin ətrafında və sonra Xəzərə tərəf üst tutdu. Bizim 18-ci əsr tarixçilərindən olan Mirzə Yusifin yazdığına görə böyük sərdar buradakı əhalinin rahatlığını, əmin-amanlığını nəzərə almaq üçün və burada digər xalqların da burada ticarət yolunun daha rahat gediş-gəlişini təmin etmək üçün burada da bir qala tikdirməli və burada da hakimiyyəti ələ keçirmək istəyirdi. Daha doğrusu bu 18-ci əsr tarixçisi Mirzə Yusifin fikirləridir, onun yazdığıdır, amma mənə elə gəlir ki, burada Sisyanovun məqsədi bir ayrı idi. Bizə bəlli olan məqsəd idi və Azərbaycan xanlıqlarının və o cümlədən Şimal-Şərq torpaqlarının daha dəqiq desək Bakı ərazisini ələ keçirtməkdə tamam bir ayrı məqsədi var idi. Və bundan da başqa Mirzə Yusifin yazdığına görə Knyaz Sisyanovun, yəni sərdarın öz dəyərli və düşüncəli, yəni bu fikirlərini həyata keçirtmək üçün o Gürcüstandan hicri tarixi ilə 1221, miladi tarixi ilə 1806-cı ildə Knyaz artıq Gürcüstandan, yəni Tiflisdən sonra Bakıya gəldi və bütün bu qoşunları ilə, sursatları ilə burada da həyatını, yəni həm xalqların, həm ticarət yolunun digər xalqların həyatının daha əmin-amanlığını təmin etmək üçün başqa bir şərait yaratmaq istəyində oldu. Və gördüyümüz bu qalalarsa müdafiə qalaları, hazırda biz Nardarandakı müdafiə qalalarının birinin qarşısındayıq. Bura həmin bəhs etdiyimiz Çar Rusiyasının məhz dənizdən, Xəzər dənizindən tutulan top atəşlərindən qalan indi izləri görürük və bu müdafiə qalaları da həmin bizə əmin-amanlıq gətirmək istəyən Çar Rusiyasının böyük sərdarın və özündən əvvəl və özündən sonraki qoşunlarından qalan iz və yeganədir. Və məni burada təəccübləndirən bizim 18-ci əsr tarixçilərinin Knyaz Sisyanovu belə bir əzmkarlıqla, belə bir məhəbbətlə vəsf etməyidir və onun etdikləri hər bir işğalçı siyasətdə məhəbbət axtarmalıdır. Qubalı Fətəli xanın hakimiyyətə gəlməsi və möhkəmlənməsi dövründə Quba xanlığının qonşusunda Dərbənd xanlığı və Bakı xanlığı da meydana gəlmişdi. Ümumiyyətlə, bu xanlıqların ərazisi haqqında mən bir anlayış yaratmaq istəyirəm. Sonraki hesablamalara görə Dərbənd xanlığının ərazisi 680 kvadrat verstidir. Quba xanlığının ərazisi isə 10.500 kvadrat verstidir. Bakı xanlığı 3500 kvadrat verstidir. Yəni, bu bir verst təxminən uzunluq vahidi kimi 1 kilometrdən biraz çox idi və bizim anlayışımız olur ki, bu nə qədər ərazini əhatə edirdi. Biraz irəli gedərək qeyd eləmək istəyirəm ki, mən Qubalı Fətəli xanın birləşdirmə siyasəti prosesində təxminən bir 50.000 kvadrat kilometrlik ərazi demək olar ki, Qubalı Fətəli xan tərəfindən birləşdirilmişdi. Bu, Azərbaycanın şimalındakı tarixi coğrafi ərazinin təxminən 2/1 hissəsini əhatə edirdi. Və bu ərazidə o zaman Azərbaycanda yaşayan əhalinin təxminən yarısı 300.000-dən çox əhali məskunlaşmışdı. Və Qubalı Fətəli xan 1758-ci ildən bu siyasəti həyata keçirməyə başlayır və onun o görkəmli siyasi xadim olması özünü onda göstərir ki, o həm hərbi, həm də ki, siyasi mübarizə yollarını bir-biri ilə birləşdirir.
Və burada əsas məsələlərdən biri Bakı xanlığının Quba xanlığına birləşdirilməsi ilə bağlı olur. Bu proses nicah diplomatiyası vasitəsilə həyata keçirilir. Qubalı Fətəli xan öz bacısını Bakı xanı 1-ci Mirzə Məhəmmədə ərə verir. Bu onun bacısı da Xədicə Bikə də çox zabitəli bir qadın kimi gələcəkdə Bakı xanlığının Quba xanlığına birləşdirilməsində çox böyük fəaliyyət göstərir. Və Bakı xanlığının Quba xanlığına birləşdirilməsi demək olar ki, Quba xanlığı üçün çox böyük əhəmiyyətə malik olur. Yəni Quba Bakının timsalında bir liman şəhəri əldə eləyir və hərbi strateji cəhətdən öz mövqelərini möhkəmləndirməyə çalışır. Bu zaman Bakı xanlığı Bakı şəhərdə daxil olmanın bəzi mənbələrə görə 34, bəzi mənbələrə görə isə 39 kəndi əhatə eləyirdi və Bakıda da neft quyularının olması və s. onun əhəmiyyətini artırırdı. Qubalı Fətəli xan 1736-cı ildə anadan olmuşdu və o hakimiyyət başına gələndə, yəni 22 yaşı var idi. Amma bu 22 yaşa baxmayaraq Qubalı Fətəli xan öz ağlı, siyasəti, dərrakəsi ilə o birisi xanların hamısından seçilirdi və çox yaxşı mənada seçilirdi və o nəinki Azərbaycanda, nəinki Quba xanlığında, bütün Qafqaz regionunda bir xan kimi seçilirdi və ona çox böyük hörmət və diqqət var idi. Və Qubalı Fətəli xan hakimiyyətə gələndə birinci olaraq onun əsas istiqamətlərindən biri Azərbaycan torpaqlarının birləşdirilməsi ideyası idi. Bu istiqamət əsas istiqamət idi və biz Azərbaycan torpaqlarını birləşdirmək ideyasından, bu istiqamətdən danışanda təbii ki, Şəkili Çələbi xanın, Hacı Çələbi xanın mütləq qeyd eləmək lazımdır. Çünki Hacı Çələbi xan bu Azərbaycan torpaqlarını birləşdirmək üçün çox böyük işlər görmüşdü və çox müəyyən qismdə bu istəyinə nail olmuşdu. Fətəli xan hakimiyyətə gələndə isə artıq vəziyyət tamam başqa cürdür və 1755-ci ildə Hacı Çələbinin vəfatından sonra vəziyyət çünki tamam dəyişmişdi. Fətəli xan hakimiyyətə gələndə o birinci olaraq Quba xanlığını və sonra həmin Şimal-Şərq torpaqlarını birləşdirmək ideyasını ortaya atdı və bu yolda başqa bir sıra addımlar atdı. Və Qubalı Fətəli xan Quba xanlığını yaratdı və ondan sonra onun qonşuluğunda olan Bakı xanlığı və Dərbənd xanlığı da meydana gəldi. Gördüyünüz bax bu qəsəbə də Yəhudi qəsəbəsidir və bunun da çox maraqlı tarixi var. Fətəli xanın dövründə Yəhudilər bura gətirilmişdi, hardansa gətirilmiş Yəhudilər. Ümumiyyətlə bu saat sadəcə az-saylı xalq deyilən millətlər burada daha çox yerləşdirilirdi və bunu da çox, yəni başqa millətlərdən fərqli olaraq bizdə qısqanc münasibət yox idi. Və Fətəli xana Yəhudilərin müraciəti oldu. Onlar Qələdüzdə yerləşdirilməli idi, amma onlar Fətəli xanın böyüklüyünü təbii ki qəbul edirdilər və Fətəli xanın böyüklüyünün arxasında gizlənmək istəyənlərdən biri idi və onlar Fətəli xandan onların Qələdüzdə yox, Quba xanlığına yaxın bir məsafədə yerləşdirilməyini çox xahiş elədilər və hətta belə bir ifadə işlətdilər ki, sənin gözün bizim üstümüzdə olsun və bu bizim daim nəzarətinizi hiss eləmək istəyirik. Və onda Fətəli xan onların xahişlərindən imtina eləmədi, yəni biganə qalmadı. Onları bax gördüyümüz bu qəsəbəyə, yəni Quba xanlığının tam mərkəzinə çəkdi. Yəni onlar ta o vaxtdan Fətəli xanın dövründən indiyə qədər Yəhudi qəsəbəsi indiyə kimi qalır və Fətəli xandan üzü bəri həmin dövrdə, yəni həmin dövrdən üzü bəri həmin çox az, yəni o vaxtki az-saylı xalqlar bu ərazidə daha, bu regionda daha beynəlmiləl bir şəkildə yerləşirdilər və ümumiyyətlə çox belə geniş ürəklə baxan istər Fətəli xan, istər Şeyxəli xan, sonradan bunların içində, yəni təbii ki, burada Yəhudilər istisna olunur. O birisi az-saylı xalqların içərisində doğan qığılcımdan xəbərsiz idilər. Onlar həmin bu az-saylı xalqların bura əvvəlcə yerləşdirilməyi, sonra isə burada hökmranlıq etmək istəyindən təbii ki, uzaq idi. Çünki o vaxtlar Fətəli xan böyüklüyü var idi və Fətəli xan böyüklüyünün qarşısında bunlar baş əyməyə bilməzdi və onların hər biri Fətəli xandan geniş ürək və mərhəmət görürdülər. Həmçinin Fətəli xanın böyük qəhrəmanlığı və qəzəbi onları qorxutmaya bilməzdi. Azərbaycanın şimal-şərq torpaqlarının tarixinə nəzər yetirək və biz bütün bu tarixən nəzər yetirdiyimiz ərazilərə də kompleks şəkildə baxaq və bu tarixə İlata Quba xanlığına kompleks şəkildə baxaq və gəlin Quba anlayışını işlədək. Çünki hadisələrin cərəyan etdiyi bu dövrlər 18-ci əsrin 1-ci yüzilliyi idi və Quba anlayışı mütləq və mütləqdir burada və 1722-ci ildə bu ərazilərə Fətəli Şahın atası Hüseynqulu xan idarə edirdi. Bu ərazilər onun hakimiyyətində idi və 1747-ci ildə Nadir Şah
şahın ölümündən sonra bildiyimiz kimi xanlıqlar artıq müstəqilliklərini elan elədi. Hər bir xanlığın özünün paytaxtı oldu və hər bir xanlıq ayrıldılar və Quba xanlığının paytaxtı isə Xudat şəhəri idi. Və 1730-cu illərdə təxminən Xudat şəhəri Quba xanlığının paytaxtı idi. Ancaq Fətəli Şahın hakimiyyətə gəlişindən sonra Quba xanlığının paytaxtı Qubaya köçürülür və gördüyümüz bu Quba şəhəri ümumiyyətlə Quba xanlığının paytaxtı kimi qəbul olunmuşdu və Quba xanlığının paytaxtı kimi meydana gələn Quba, məhz Fətəli xanın dövründə meydana gələn Quba bu Azərbaycan xanlığının taleyində böyük rol oynadı və həmçinin Quba xanlığının taleyində Qubanın paytaxt olmağı da böyük rol oynadı. Bu Fətəli xanın dövrü idi. Fətəli xan hərbi cəhətdən heç də digər xanlardan irəli getməmişdi. Onlar qədər bacarığa malik idi. Onun qələbələri də çox olub, məğlubiyyəti də olub. Ancaq diplomatik məharət cəhətdən o bütün Azərbaycan xanlarından üstün olubdur. Onun diplomatik məharətini nədə görə bilərik? Birincisi, Dərbəndi demək olar ki, dinc yolla aldı. Sakinlər arasında hörmət qazanı, onlar da əlaqə yaratdı və Dərbəndi ələ keçirdi. İkincisi, o Şamaxını uzun müddət idi ala bilmirdi. Niyə görə? Çünki Şəkili Hüseyn xan Şamaxıya kömək edirdi. Onda o diplomatik məharət işlədərək Şəkili Hüseyn xan özünə müttəfiqə çevirir. Onun köməkliyi ilə, dünənki düşmənin köməyi ilə Şamaxını alır, bölüşdürür və sonra da onun da payını özünə götürür. Üçüncü diplomatik yolla o Cavad xanlığını öz himayəsinə aldı. Yenə diplomatik yolla Lənkəran Talış xanlığını öz himayəsi altına almışdı. Nəhayət o Gəncəli Cavad xanı 2-ci İraklinin, Gürcüçar 2-ci İraklinin təcavüzündən qoruyurdu deyə arada İraklinin qoşunları tutmuşdu Gəncəni. Yalnız Fətəli xanın tələbi sayəsində Gürcü qoşunları buradan çıxarıldı və Cavad xan hakimiyyəti bərpa olundu. Bundan sonra Cavad xan da könüllü surətdə onun demək olar ki, qeyri-rəsmi də olsa himayəsini Fətəli xanı qəbul etmişdi. Digər məharəti ondan ibarət idi ki, o diplomatik məharət işlədərək ən qatı düşməni olan 4 dəfə Qarabağa bilirik yürüş etmişdi Fətəli xan. İbrahim xanı yalnız onun qarşısında İbrahim xan qalırdı, ona qalib gələ bilmirdi. Son nəticədə o İbrahim xanla da barışdı. Bunu da necə etdi? Demək, İbrahim xanın böyük, kiçik qardaşı bildiyiniz kimi Mehralı bəy vaxtilə qısa müddətdə xan olmuşdu Qarabağda. Sonra İbrahim xanla düşmənçilik yapardı, o qaçmışdı. Onu Şəkil xanın göstərişi ilə öldürülmüşdü. Fətəli xan onun cənazəsini əldə edir və böyük hörmətlə İbrahim xanın yanına göndərir. Bundan sonra İbrahim xan artıq Fətəli xanla dostlaşır. Və Fətəli xanın ən böyük diplomatik məharəti onun Rusiya ilə münasibətlərindədir. Rusiya ilə münasibətləri haqqında mən balaca bir haşiyə çıxmaq istərdim. Çünki tarixi ədəbiyyatda adətən Fətəli xanı bir ruspərəst xan kimi qələmə verirlər və Rusiyada güya ki, həmişə onu müdafiə etmişdir. Əslində isə tarixi faktların yaxından öyrənilməsi göstərir ki, Fətəli xan öz xanlığından Rusiyanın xeyrinə keçməyə heç vaxt razı olmamışdır. Heç vaxt da o Rusiyaya kör-körana itaət etməmişdir. Yalnız o Rusiyanın gücünü, qüdrətini gördüyünə görə başa düşürdü ki, Rusiya ilə zor dili ilə danışmaq olmaz. Əksinə o Rusiyanın gücündən, özündən istifadə etmək istəyirdi. 1775-ci ildə Quba hakimi Fətəli xan, Dərbənd hakimi Mirzəbəy Fərhadbəyovla bir yerdə birgə olaraq onlar Rusiyaya, 2-ci Yekaterinaya elçi göndərdi. Rusiya təbəəliyini qəbul etmək üçün, təbii ki. 2-ci Yekaterina isə Quba xanlığının müstəqilliyini saxlamaq şərti ilə bu təbəəlik şərtini qəbul etmədi bu təklifi. İmtina etdi bu təklifi qəbul etməkdən. Məqsəd aydın idi. Yekaterinanın çox böyük planları var idi. O məqsədli və arzu olunan bir şəkildə bu təbəəliyi qəbul etmək şərtində deyildi. İllatda ki, Quba müstəqilliyini saxlamaq şərtini, ona xanlığın müstəqilliyini saxlamaq ümumiyyətlə lazım deyildi. Hətta sonradan Çar Rusiyası davamlı olaraq o birisi xanlıqlara həmin xanlıqların müstəqilliyini saxlamaq vədini versə də sonradan bu müstəqilliyi təbii ki, heç bir xanlığa verilmirdi.
Və həmin dövrdə 1782-ci ildə artıq Rusiya ilə Quba xanlığı arasında artıq ticarət müqaviləsi imzalandı və 1780-1781-ci ildə isə Quba xanı Fətəli xan öz ərazisini genişləndirmək məqsədi ilə və həm də sonradan bütöv Azərbaycan siyasəti adlanacaq siyasətini yerinə yetirmək üçün yəni birinci addım olaraq Qarabağ torpaqlarında, yəni Qarabağ torpaqlarını ələ keçirmək üçün addım atdı, yəni yürüşlər elədi və Qarabağ xanlığında müharibələr apardı və Qarabağ uğrunda vuruşlar uğursuz nəticələndi, müvəffəqiyyətsizliyə uğradılar. Amma Qarabağın uğursuzluğu ilə bərabər Fətəli xan cənub siyasətində, Azərbaycanın cənub tərəfindəki siyasəti çox uğurla nəticələndi və o Ərdəbil və Meşkəni tutdu. 1784-cü ildə Yekaterina artıq görəndə ki, Quba xanı Fətəli xanın artıq ərazi genişliyinə sahib olur və xanlığın möhkəmlənməsindən ehtiyat eləyərək o həmin torpaqların tərk edilməsi üçün Fətəli xana tələb irəli sürdü. Yəni həmin qoşunların oradan tərk edilməsi tələbini irəli sürdü. Tələb yerinə yetirildi. Amma 1787-ci ildə Fətəli xan yenidən ikinci dəfə Yekaterinaya Rusiya himayəsini qəbul etmək təklifini irəli sürəndə və həmin dövrdə isə Rusiya ilə Türkiyə ilə arasında müharibə getdiyinə görə bu təklifi yenə qəbul etmədi Yekaterina. Yəni zaman keçəcəkdi, sonradan bu təklif biraz başqa cür qəbul olunacaqdı. Amma həmin ildə 1787-ci ildə isə Fətəli xan Gürcü Çarı 2-ci İraq ilə müttəfiq oldu, yəni saziş imzalandı. Zaman vaxt keçəcəkdi, bu bağlanılmayan müqavilələr sonradan Rusiya, yəni Çar Rusiyası tərəfindən tamam başqa bir formada özünü göstərəcəkdi. Ümumiyyətlə Azərbaycan xanlığı, Bakı, Quba, Dərbənd xanlığına qarşı olan xüsusi münasibət, Çar Rusiyasına xüsusi münasibəti bir ayrı bir formada üzə çıxacaqdı. Bu zaman tələb eləyirdi. Sonradan təbii ki, bunlar hamısı hələ gələcəkdə olacaqdı və Quba xanlığının, ümumiyyətlə Quba xanı Fətəli xanın davamlı olaraq bu müraciəti sonradan tamam başqa Rusiya meyilləri kimi qəbul oluna bilərdi. Amma əslində bütöv Azərbaycanı qorumaq siyasəti irəli sürülürdü və Azərbaycanın tarixində bu böyük addımlar həmən tamam başqa cür hallanırdı və Quba hakimi sonradan Şeyx Əli xanın davamlı olaraq Çar Rusiyasına qarşı üsyanı da məhz bu ideyanın, bu siyasətin davamı olacaqdı. Bax, gördüyümüz bu toplarla Rusiyanın, Çar Rusiyasının atdığı bu toplarla Azərbaycan adlarını çəkdiyimiz xanlıqlar da, çəkmədiyimiz xanlıqlar da bu top atəşinə tutulacaqdı və istər Xəzər tərəfindən, istər Gürcüstan tərəfindən atılan bax bu toplarla Azərbaycan yerlə yeksan ediləcəkdi. Məqsəd başqa şeydir. Məqsəd bu xanlığın müstəqil olmaqlarını, onların müstəqilliyini boğmaq idi, həmin əraziləri zəbt eləmək, işğal etmək idi. Bu toplar hələ atılacaqdı. Fətəli xan təbii ki, bunlardan xəbərsiz deyildi və bunların qarşısını almaq üçün Rusiyanın himayəsinə arzu olunacaq dərəcədə qəbul etmək istəyirdi. Amma sonradan bir şərt kimi, bir Sisiyanov tərəfindən sonradan bir şərt kimi irəli sürüləcək bu şərtlərin, istər Sisiyanov, istər başqa sərdarlar tərəfindən irəli sürüləcək bu təklifləri gözləyirdi Azərbaycan. Bunlar hələ olacaqdı. Amma hələ ki, dövr Fətəli xanın dövrüydü. Fətəli xan 2 dəfə müraciət etməyinə baxmayaraq 2-ci Yekaterina bu təklifləri qəbul etmirdi. Təbii ki, ona bu xanlıqların müstəqilliyi lazım deyildi. Qubalı Fətəli xan öz birləşdirmə prosesində Salyan hakimliyini, Cavad xanlığını birləşdirməyə nail olmuşdu. Ondan sonra isə Dərbənd uğrunda mübarizədə Dərbəndi də Quba xanlığına birləşdirməyə nail ola bilmişdi. Bundan sonra ən əsas məsələ Şamaxı xanlığı uğrunda gedən mübarizə idi. Şamaxı xanlığı uğrunda uzun bir mübarizə gedir. Bu 1768-ci ildə uğurla nəticələnir. Və belə demək mümkündür ki, artıq tarixi Şirvan torpaqlarının böyük bir hissəsi Qubalı Fətəli xan tərəfindən birləşdirilir. Qubalı Fətəli xanın bu birləşdirmə siyasəti təbii ki, birmənalı şəkildə qarşılanmırdı. Artıq bu dövrdə Qafqazda gedən proseslərə Rusiya, İran, Osmanlı imperiyası çox fəal şəkildə müdaxilə eləyirdilər. Burada bir məqamı da mən qeyd eləmək istəyirəm. Ümumiyyətlə, Qafqazın bütün tarixi inkişaf prosesində birinci dəfə olaraq Qafqaz kompleks şəkildə bütün koloriti ilə tarix səhnəsinə çıxır. Yəni, Fətəli xan təkcə Cənubi Qafqaz uğrunda yox, Şimali Qafqazdakı feodal hakimliklərinin torpaqlarının ələ keçirilməsi və onun öz birləşdirmə siyasəti istiqamətində cəlb edilməsində çox böyük tarixi rol oynayır. Çünki biz görürük ki, Dərbənd xanlığının qərb tərəfində burada Kürə xanlığı, Qaytaq xanlığı, bundan sonra şimalda Tərki Şam xanlığı yerləşir ki, bunlarla da Qubalı Fətəli xan çox fəal siyasət həyata keçirir. Və bu zaman Fətəli xanın bu Azərbaycan torpaqlarını birləşdirmə siyasəti Rusiya tərəfindən çox ciddi müqavimətlə rastlaşır. Çünki bu zaman artıq Rusiya
Şərq məsələsinin həlli uğrunda Osmanlı imperiyası ilə müharibə aparırdı. Bu müharibələrin gedişi 1768-1774-cü il müharibəsində Kiçik Qaynarca sülhü ilə başa çatmışdı və bundan sonra artıq Rusiya Qafqazda o proseslərə fəal müdaxilə eləmək istəmir, o status quo vəziyyətini saxlamağa çalışır. Həm də Qafqazda Quba kimi, Fətəli xan kimi bir hökmdarın hakimiyyətinin güclənməsinə yol vermək istəmirdi. Ona görə də hələlik o vəziyyəti olduğu şəkildə saxlamağa çalışırdı. Bir tərəfdən demək, Qubalı Fətəli xanın birləşdirmə siyasəti həm Rusiyanın, digər tərəfdən isə daxili qüvvələrin, xüsusilə də Şimali Qafqaz hakimlərinin böyük müqavimətinə rast gəlinir. Azərbaycan torpaqlarının birləşdirmək siyasətinə başladı Fətəli xan və Fətəli xan Azərbaycanın şimal-şərq torpaqlarının genişlənmə siyasətinə başladı və birinci olaraq o Samur çayının sağ sahilində olan Niyazabad, Müşkil və Şabran torpaqlarını öz xanlığına, Quba xanlığının ərazisinə qatdı 1767-ci ildə və 1768-ci ildə isə o artıq Şamaxı xanlığı, Quba xanlığı, Bakı xanlığı və Cavad xanlığının torpaqlarını da Quba xanlığının tərkibinə qatdı və bu artıq böyük bir dövlətin təşəkkülü tapmağından xəbər verirdi. Bu artıq böyük xanlıqdan xəbər verirdi və Fətəli xanın arzusunda olan Azərbaycan birləşdirmək dediyimiz böyük bir siyasətin ilk addımları idi. Böyük bir dövlət təşəkkül tapmışdı şimal-şərq torpaqlarında və Azərbaycanın digər xanları da bu böyüklüyü qəbul eləyə bilməzdilər və bilmədilər də və birləşərək Birləşmiş Qüvvə ilə Qarabağ, Şəki və Dağıstan hakimləri birləşərək Fətəli Şaha qarşı birgə, yəni onlara ittifaq bağlayaraq Fətəli xana qarşı birgə müharibəyə başladılar və burada gördüyümüz Gərduşan çölü indi çox gözəl və abad təsir bağışlasa da vaxtilə burada böyük qanlar axıdılıb, böyük döyüşlər gedib və bu döyüşdə şiddətli vuruşmalar və döyüşlər getmişdi və bu döyüşdə Fətəli xan məğlub oldu. Fətəli xan məğlub oldu və Salyana çəkildi və Bakı və Şamaxı xanlığı ayrılaraq müstəqilləşdilər, yəni Quba xanlığının tərkibindən çıxdılar. Qoşunlar Birləşmiş Qüvvələrə qarşı müttəfiqinə qalib gəlməyən, məğlub olan Fətəli xan Salyana çəkildiyindən istifadə edərək qoşunlar artıq Dərbəndi mühasirəyə aldılar. Dərbəndi mühasirəsində Fətəli xan iştirak eləmirdi. Bu döyüşə, bu mühasirəyə onun xanımı Tutubikə rəhbərlik eləyirdi. Bu 1780-ci ilin yanvar ayında general Knyaz Potyomkin çağırır General Suvorovu, ona bildirir ki, Xəzər sahillərindən yürüyüş təşkil etmək lazımdır. Quba, Bakı və Rəşd, yəni Gilan xanlarını cəzalandırmaq lazımdır. Bunlar bizim təbəələrlə yola getmirlər. Və o zaman müəyyən səbəblərə görə bu ekspedisiya baş tutmadı. Ancaq sonralar da bu Rus hökuməti bundan fikir əl çəkməmişdi. Nəhayət, Fətəli xanın birləşdirmə, o sualınıza gəlir ki, Mehriban xanım, deyirsiniz ki, Fətəli xan yalnız şimalı birləşdirmək istəyirdim, yoxsa həm də cənubu. Fətəli xan elə ilk əvvəllərindən, fəaliyyətinin ilk əvvəllərindən bütöv Azərbaycanı birləşdirmək istəyirdi. Bu sözü düzdür, açıq demirdi, ancaq hərəkətlər bunu göstərirdi. Birincisi, nəyə görə demək olar? Fətəli xan öz yanında bir qoca kişini saxlayırdı, bu güya Abbas Mirzə idi. O vaxtilə Nadir Şah tərəfindən hakimiyyətindən salınmış kiçik uşaq vardı, Abbas Mirzə, son Səfəvi. O deyirdi, bu Abbas Mirzədir və mən bunu İran taxtına hakimiyyətə çıxardacağam. Və 1784-cü ildə də Ərdəbil və Meşkinə yürüş edəndə Fətəli xan rəsmi bəhanəsi elə bu olmuşdu ki, Abbas Mirzəni o taxta çıxartmaq istəyir. Bu yolla o İran taxtına öz adamını qoymaq yoluyla Azərbaycanı bütövlükdə azad eləmək istəyirdi, öz hakimiyyəti altına birləşdirmək istəyirdi. Digər tərəfdən General Potyomkin, Knyaz Potyomkinə yazır ki, Fətəli xan öz məktublarında himayə xahiş etsə də heç zaman demir ki, mən Rusiya təbəəini qəbul edirəm. O yalnız deyir ki, mənə kral rütbəsi verilsin, fikir verirsiniz, kral rütbəsi. Kral da demək müstəqil dövlət olmalıdır. Yalnız bu müttəfiq ola bilər, kiçik müttəfiq bir qədər. Kral rütbəsi verilsin, mən ondan sonra Rusiya himayəsini qəbul edəcəm. Məhz buna görə də onun da əlbəttə Azərbaycanın birləşməsinin Rusiyanın planlarına qətiyyən uyğun gəlmirdi. Ona görə onun çox uğurlu başladığı yürüşü Rus hökuməti dayandırdı.
dərhal göstəriş verildi Fətəli xana düşmən qüvvələri o ki, onlar Fətəli xana qarşı hücuma başlasınlar. Dağıstan feodalları, Avarlı Ümmə xan ki, Fətəli xan geriyə qayıtsın. Eyni zamanda General Potyomkinə də əmr verildi ki, Fətəli xan əgər geri qayıtmasa hücum edib Dərbəndi tutsun. Bu cür təhdidlərdən sonra Fətəli xan məcbur olub geriyə qayıtdı. ...1783-cü ildə Gürcüstan Rusiya ilə müqavilə bağlamışdı. Georgiyevsk müqaviləsi Rusiyanın himayəçiliyini qəbul eləmişdi. Bundan sonra 1768-1774-cü il Rus-Türk müharibəsindən sonra Krım xanlığının taleyi faktiki olaraq həll edilmişdi. 1783-cü ildə Krım xanlığı Rusiyanın tərkibinə daxil edilmişdi və bu barədə Krım xanlığının birləşdirilməsi haqqında akt qəbul edilmişdi. Yəni bütün bu məsələlərdən Fətəli xanın xəbəri var idi. Ona görə də Fətəli xan Rusiyanın himayəçiliyini qəbul etdikdə həmin statusu əsas götürülməsini təklif edirdi. Amma Rusiyanın əsas siyasəti ondan ibarət idi ki, onun şimal sərhədlərində Fətəli xan kimi güclü bir hökmdar öz hakimiyyətini möhkəmləndirməsin. Ona görə də Fətəli xanın bu müraciətləri hətta Dövlət Şurasında müzakirə olunmuşdu. Bu müəyyən bir mübahisələrə də səbəb olmuşdu. Yəni Rusiya siyasətində də onu müəyyən edən şəxslər iki mövqeyə ayrılmışdılar ki, Quba qəbul olunsun ya olunmasın. Amma o dövrdə əsas siyasət bundan ibarət olmuşdur ki, hələlik Rusiyaya meyl göstərən xanlardan ibarət bir federasiya yaradılması siyasəti əsas götürülsün. Bu siyasət sonralar da inkişaf etdirilmişdi. Amma Fətəli xan ki, Rusiyanın müəyyən elədiyi bu dövlət siyasətindən tədricən kənara çıxmağa başlayırdı. O saatları bu Rusiyanın mövqeyinə müqaviməti ilə nəticələndi. 1789-cu il mart ayının 22-sində tarixi ədəbiyyatda verilən məlumata görə Qarabağ xanlığı, Gəncə xanlığı, sonra Kartli Kaxet çağrı 2-ci İraklinin iştirakı ilə bir görüş keçirilməsi nəzərdə tutulur və Fətəli xan da həmin görüşə təşrif aparır. Bu məsələnin çox gözəl tədqiqatçısı olan Abbasqulu ağa Bakıxanovun yazdığına görə Fətəli xan həmin görüşə getdikdə özünü yaxşı hiss eləyirdi. O görüşdə də çox mühüm bir məsələ müzakirə olunur və Fətəli xan Şəmşəddi Sultanlığının Gəncə xanlığına tabe edilməsinə 2-ci İraklini razı salır. Və burada təbii ki, digər mühüm məsələlər də müzakirə olunur. Lakin həmin görüşdən sonra Fətəli xan özünü səhhəti çox kəskin şəkildə pisləşir. Bu bizə belə bir fikrə gəlməyə imkan verir ki, burada Fətəli xana qarşı ola bilsin ki, bir sui-qəsd planı həyata keçirilibdir. Ona görə də özünü pis hiss eləyən Fətəli xan Bakıya, bacısının yanına qayıdır və Bakıda vəfat edir. 1789-cu ildə Fətəli xanın ölümündən sonra vəziyyət tamam dəyişdi və Quba xanlığının tərkibinə daxil edilmiş xanlıqlar bir-bir ayrılaraq müstəqilləşdilər və sonra hər öz xanlığını öz idarə eləməyə başladı və Fətəli xandan sonra hakimiyyətdə olan Əhməd bəyin dövründə isə ancaq Dərbənd xanlığı Quba xanlığının tərkibində idi və 1796-cı ildə isə Ruslar Dərbəndi tamam işğal elədilər və 2-ci Yekaterinanın ölümündən sonra isə onlar Dərbəndi tərk eləməyə məcbur oldular. Və 1806-cı ildə isə ümumiyyətlə burada Quba xanlığında, Dərbənd xanlığında yenidən zəbt elədilər və xanlıq ləğv olundu. Şeyxəli xanın üsyanı isə hələ davam edirdi. Şeyxəli xan cəsur idi. Şeyxəli xan qəhrəman idi. Xarici siyasət məsələsində də o atasından tamamilə fərqli siyasət edirdi. Əgər Fətəli xan Rusiya ilə Türkiyə arasında balanslaşdırılmış siyasət yeridirdisə, o Türkiyədə eyni zamanda müsbət həmişə müttəfiqlik, müsbət münasibət bəsləyirdi. Sultanla yazışmaları var. Ancaq eyni zamanda bunu elə şəkildə edirdi ki, Rusların acığı gəlməsin. Hətta bir erməni casusu yazır ki, mən orada olanda Fətəli xanın yanına Sultanın elçiləri gəldilər. O cəmaat arasında elçiləri qəbul etmədi. Onlar hədiyyələr qəbul etmədi daha doğrusu. Cəmaatı yola salandan sonra elçiləri qəbul elədi və bütün hədiyyələri də götürdü və bildirdi ki, o Osmanlı sultanına kömək etməyə
hazırdır. Ancaq bunu bir qədər Rusiyadan gizli şəkildə edirdi. Şeyxəli xana gəlincə isə, Şeyxəli xan açıq Türkiyə və İran meyillidir. Azərbaycanda anti-Rus mövqedə dayanan sona qədər Şeyxəli xan olur. Şeyxəli xan o 1789-cu ildən sonra, yəni Fətəli xanın ölümündən sonraki tarixi şəraitin belə deyə bilərik ki, biz bir yetişdirməsi idi. Burada mən bir fikri də vurğulamaq istəyirəm. Bu xanlıq dövrünün tarixini nəzərdən keçirdəndə biz bir məsələni də gərək aydınlaşdıraq. Yəni bu xanlıqların müəyyən bir nəsli yetişməli idi. Bir neçə nəsil xanlıq eləməli idi. Məsələn, Qubada konkret biz nəzər salsaq, Hüseynəli xan, Qubalı Fətəli xan, ondan sonra burada hakimiyyətə qısa bir dövrdə Əhməd xan, sonra isə Şeyxəli xan gəlir. 1789-91, 1791-ci ildən sonra isə hakimiyyətə Şeyxəli xan gəlir və bu Şeyxəli xanın hakimiyyəti o hadisələrin ən gərgin dövrünə düşür. Yəni bu Rusiyanın artıq Qafqazı işğal etmək planının həyata keçirilməsinin reallaşdırılması ilə bir dövrə düşür. 14-cü əsrdən inşa edilən və çox güman ki, o vaxtdan qalan Şabran qalası, Şabran şəhəri, Şabran kəndi ətrafındayıq. Yəni bu qala arxeoloji qazıntı kimi o vaxtdan qalıb və indi görünən hissə təbii ki, çox az bir hissədə, əsas hissə daha çox torpağın altındadır, amma burada qazıntılar gedir. Və bu məşhur Şabran qalasıdır. Və bu ərazi də təbii ki, Quba xanlığının ərazisində idi, Şeyxəli xanın ərazisində idi. Şeyxəli xan, o Şeyxəli xan ki, ruslara qarşı davamlı olaraq mübarizə aparırdı. O Şeyxəli xan ki, ruslara qarşı üsyankar, yəni xüsusi nifrətindən doğan üsyankarlığı, yəni Azərbaycan xanlığının tarixində ikinci belə bir xan olmadı. Ruslara qarşı bu cür üsyankarlığı və nifrəti ilə seçilsin. Təbii ki, bu ərazilərin qorunmağı Şeyxəli xanın birbaşa ümdə borcu idi, çünki Quba hakimi idi və Quba hakimi olan Şeyxəli xan o birisi xanlıqlar və xanlar kimi öz ərazisini qorumalı idi. Bu vacib idi, şərt idi. Amma burada ruslara qarşı olan xüsusi nifrəti onun davamlı olaraq üsyanını davam eləmək üçün çox mühüm və şərt və amil idi. O ruslara qarşı xüsusi nifrəti olan bir xan idi və bunu gizlətmirdi də. Və baxmayaraq ki, ruslar müxtəlif vaxtlarda Qubanı, Quba qəzasını işğal edirdilər, zəbt edirdilər, tuturdular, amma davamlı olaraq Şeyxəli xan qoşun yığırdı, yenidən hücum edərək ya Qubanı, istər qəzanı, istər şəhəri yenidən mühasirədən çıxardırdı və çox zaman da yığdığı qoşunlarla o məğlubiyyətə uğrayırdı. Məğlub olan Şeyxəli xan heç də ruhdan düşmürdü, yenidən qoşun yığırdı. Təbii ki, ona burada Tabasaran hakimi, onun kürəkəni kömək edirdi, Tabasaran hakimi və 3000, 5000, 2000 müxtəlif sayda olan qoşunlarla yenidən üsyana qatılırdı, qoşulurdu Şeyxəli xan. Və ruslara qarşı olan, rusların Şeyxəli xana qarşı olan mübarizəsi də çox maraqlı idi. Burada Azərbaycan xanlarının xüsusi rolunu qeyd eləmək lazımdır. Bu, təbii ki, birinci Mustafa xan idi, sonra Bakı xanı olmuş Mirzə Əhməd xan idi ki, sonradan ruslar onu Qubaya hakim təyin edilər. Onların da burada rolu danılmaz idi və bundan başqa Bakıda olan rus qoşunları da Şeyxəli xanın müqabilinə göndərilmişdi. Yəni, davamlı olaraq mübarizəni dəf eləmək üçün, sona getmək üçün, Şeyxəli xanı məğlub eləmək üçün bu qoşun da gəlmişdi. Şeyxəli xanın gücü çox az idi, amma onun istəyi, ruslara qarşı onlara nifrəti daha çox idi. Və 1808-ci ilin sənədlərindən bizə bəlli olur ki, artıq o zamanlarda ruslar nəinki Quba qəzasını, Quba şəhərini, bütün həmin ərazini, xanlığı zəbt eləmişdilər və elə həmin illərdə Şeyxəli xan 5000-lik qoşunla Tabasaran hakiminin köməyi ilə məhz burada, bizim dayandığımız yerdə Şabran qalasının, Şabran şəhərinin yaxınlığında şiddətli döyüşmələr apardı və o döyüşmələrdə məğlubiyyətə uğradı, hətta yaralandı, yenidən Tabasarana qaçdı və Tabasaran hakimi, onun kürəkəni yenidən ona elə həmin sayda qoşun verərək yenidən mübarizəyə göndərdi və Şeyxəli xan bu üsyanların davamlı olaraq aparırdı. Şeyxəli xan yenə tabe olmaqdan imtina etdi. Həm də üstəlik nəinki özünü qoruyurdu, Bakı xanını da köməklik etmək istəyirdi. Buna görə də Siyanovun Şeyxəli xana qarşı çox pis münasibəti var idi. Və Bakı alınan kimi rusların ilk işi Qubanı almaq olub, Qubanı aldılar. Dərbənd bu dəfə nisbətən asanlıqla ələ keçildi, cəmaatın artıq gözü qorxmuşdu. Bununla belə Şeyxəli xan sonralar da yenə mübarizəni davam etdirdi. 1809-cu ildə bir dəfə üsyan etdi ruslara qarşı. 1810-cu ildə yenidən bir üsyan etdi və nəhayət 1811-ci ildə yenə üsyan etdi. Dəfələrlə də bunun bütün Quba əhalisi ona qoşulur. Yalnız Quba şəhəri rusların əlində alırdı. Şeyxəli xana da qarşıda mübarizəyə ən mənfur general o zaman polkovnik Lisanevski göndərmişdilər. Həmin o Cavad xanın qatili və İbrahim xanın qatilini. O Şeyxəli xana da qalib gəldikdən sonra general rütbəsi almışdır.
1810-cu ildə Şeyx Əli xan böyük bir dəstə yığaraq həmin dəstə ilə Qubanı 4 ay mühasirədə saxladı. Düzdür, mühasirədə saxladı, amma şəhəri biz bütün geri ala bilmədik. Geri ala bilmədisə də əhalinin əksəriyyətini köçürərək Qrızda, Qoriz və yaxud Qrız adlanır, hər iki adı var. Burada yeni bir şəhər bina etdi. Ora köçürtdü Qubalıları. Təbii ki, o bu arzu ilə yaşayırdı. O bu arzu ilə yaşayırdı ki, Qubanı, Quba xanlığını geri qaytarsın. Qubanın özünü geri qaytarsın. Rusları Çar Rusiyasını işğal eləsin, daha doğrusu onların əskərlərini təslim eləsin. Bu arzu ilə yaşayırdı və o qəribə bir fəaliyyətlə bu arzunu həyata keçmək üçün çox böyük ciddi cəhd göstərirdi. Amma onun bu cəhdinin qarşısını təkcə Çar Rusiyasının əskərləri almırdı. Azərbaycan xanlıqlarının da burada çox böyük rolu vardı. Şəki və Şirvan xanlıqları əsasən və onların böyük fəaliyyəti nəticəsində Çar Rusiyasına müttəfiq olaraq Şəki və Şirvan xanlığı Şeyx Əli xanı Çeçin qalasında mühasirəyə saldılar və həmin dəhşətli gedən vuruşmalarda Şeyx Əli xan çox böyük məğlubiyyətə uğradı. Amma bu məğlubiyyətdən məyus olmadı Şeyx Əli xan. Bu məğlubiyyətdən sonra o qəribə bir fəaliyyətlə 8000 qoşun yığaraq yenidən Qubaya qarşı, yəni Qubanı mühasirəyə aldı və Çar Rusiyasının əskərlərinə qarşı vuruşmağa başladı. Bu 1810-cu illəri nəzərə alaq ki, artıq o birisi xanlıqların hamısı işğal edilmişdi və bu vaxtda Şeyx Əli xan baxmayaraq qoşunun çoxluğuna, sursatın çoxluğuna, tələfətdən və mühasirəni davam edə bilmədiyinə görə, yəni artıq qoşun da qırılırdı. O məğlubiyyət böyük məğlubiyyətə düçar oldu və bu məğlubiyyətdən sonra isə görünən dağların o biri tərəfinə, Dağıstana tərəf qaçmağa məcbur oldu. 40 gün keçdikdən sonra Şeyx Əli xan yenidən 5000-lik qoşunu ilə bu əraziyə gəldi və bu 5000-lik qoşunla o qaladan başqa bütün ərazini ələ keçirtdi. Bu qala qalmaq şərti ilə və təbii ki, həmin vaxtlarda Rus qoşunlarına artıq general-mayor Quriyev Bakıdan bir dəstə Rus qoşunu ilə gəldi. Bu müharibə nəticə etibarilə yenə heç nə əldə edə bilmədi Şeyx Əli xan. Çünki bu ərazi uğrunda yenidən müharibələr getməyə başladı və Çərxi kəndi yaxınlığında Şeyx Əli xan məğlub edildi və yenidən Təbəssərana getdi Şeyx Əli xan. Və Quba və o yaxınlıqdakı ərazi, yəni ümumilikdə gördüyümüz bütün bu ərazilər isə yenidən Rusların işğalına keçdi, Rus ixtiyarına keçdi və artıq daim olaraq keçdi. Baxmayaraq ki, bundan sonra Şeyx Əli xan Dərbənd və Quba yaxınlığında yenə kiçik müharibələr aparırdı, amma hər dəfə də yenə məğlub olurdu. Və davamlı olaraq müharibələr davam edəcəkdi, çox kiçik müharibələr adlanacaq, amma əsas odur ki, bu ərazilər Rusların ixtiyarına keçdi həmin vaxtdan və tamamilə olaraq keçdi və böyük fəaliyyət bu işdə xüsusi xidmət göstərən 2-ci Mirzə Məhəmməd Bakı xanı Qubaya xan təyin edildi və qala həmin qaladır. Yəni bizim gördüyümüz Şabran qalası böyük və möhtəşəm qala, 14-cü əsrdən bünövrəsi qoyulan qala həmin qaladır və bugünkü günə qədər gəlib çıxan və xırda qalıqlarıdır. Rusiya tərəfindən, Çar Rusiyası tərəfindən işğal edilmiş və davamlı olaraq uğrunda müharibələr aparılmış qaladır. Hələlik Rusiyanın elə qabağında da məqsəd şimalda möhkəmlənmək dururdu. Cənubi Azərbaycanı hələ tutmaq istəmirdi. Çünki birdən nəyə görə? Hərbi qüvvəsi çatardı. O zaman Rusiyanın elə bütün Azərbaycanı tutmağa, İranın özünü də bəlkə tutmağa qüvvəsi çatardı. Söhbət burasındadır ki, beynəlxalq aləmdə İngiltərə və Fransa Rusiyanın çox cənuba irəliləməsini istəmirdilər. Onun qarşısına çıxırdılar. Ona görə də Rusiya həmişə addım-addım müəyyən qədər ərazi keçirib, bir qədər üstündən keçəndən sonra artıq qərb ölkələri bu işğalı bir növ qəbul edəndən sonra yeni ərazilər keçirir. Bax, bu addım-addım buna məqsəd isə o idi ki, hökmən gedib Hind okeanına çıxmaq və Hindistanla qonşu olmaq. Və elə bilirsiniz ki, 1-ci Pavel vaxtı ilə Napoleon'a təklif etmişdi ki, Hindistana birgə yürüş təşkil olunsun. Rus çarlarının həmişəki arzusu olub. Azərbaycan tarixində ən böyük birləşdirmə addımlarından birini Şirvanşah 1-ci İbrahim həyata keçirib. Şirvanşah 1-ci İbrahim 1382-1417-ci illərdə hökmranlıq eləyib və o birinci dəfə 1406-cı ildə Təbrizə hücum eləyib, Təbrizi tutmağa nail ola bilmişdi və onda Azərbaycan torpaqlarının birləşdirilməsi sahəsində böyük bir addım atılmışdı. Xanlıqlar dövründə bu siyasətdə Hacı Çələbinin müəyyən rolu olmuşdu. Sonra Urmiyalı Fətəli xan müəyyən fəaliyyət göstərməyə başlamışdı. Qarabağlı İbrahim xan da Azərbaycan torpaqlarının birləşdirilməsi sahəsində mühüm addım atmışdı. Amma bunların içərisində ən böyük
siyasi uğur Fətəli xana məxsus idi. Ona görə ki, Fətəli xan təxminən Azərbaycanın şimalında olan o 115 min kvadrat kilometrlik tarixi coğrafi ərazidən yarıdan çoxunu öz hakimiyyəti altında birləşdirməyə nail ola bilmişdi. Amma təbii ki, bu birləşdirmə sadəcə bu və ya digər xanlığın tabeçiliyə salınmasından ibarət deyildi. Bu ciddi bir idarə sisteminin yaradılması lazım idi. Bu proseslərin həyata keçirilməsi uzun bir proses olmalı idi. Onların həyata keçirilməsində demək olar ki, gözlənilən uğurlar, nəticələr əldə edilmədi. Və bu da sonda Qubalı Fətəli xanın ölümündən sonra onun yaratmış olduğu Şimal-Şərqi Azərbaycan dövlətinin tədricən dağılmasına gətirib çıxardı. Nələr görmədi bu torpaq? Nələr görmədi bu məmləkət? Ümumiyyətlə, Azərbaycan adlanan məmləkət, bəlkə də dünənə qədər öz torpağı, öz vətəni, öz yurdu sayılan məmləkət zaman-zaman başqa, yəni özlərimizdən olan baltalar tərəfindən verildi, atıldı, alındı və həmişə də özümüzdən tapıldı bu baltalar. Həmişə də bu baltalar özümüzdən, özümüz bir-birimizin içini yeyə-yeyə qaldıq və məmləkətlərdə, yəni bizim məmləkətə daxil olan düşmən qüvvələrə qarşı birləşib birlikdə yox cavabını vermədik. Biz kişi cavabını vermədik və ona görə də daim bizim məmləkətlə başqaları fironluq eləməyə başladı və daim biz məmləkətlərimizi zaman-zaman qarış hisse itirəndən sonra həmin torpaqlar haqqında düşünməyə başladıq. Xanlarımızın tarixini öyrənmədik ki, onların zaman-zaman rast gəldikləri məhz erməni kartından istifadə olunan satqınlıqlarının kartının səbəbini aça bilmədik. Aça bilmədiyimizdəndir ki, bugünkü bəlalar da başımızdan uzaq düşmür. Ona görədir ki, biz tariximizə, keçmişimizə ədalətlə və düzgün baxmırıq və bu ədalətin və düzgünlüyün olmamağındandır ki, biz keçmişimizdəki səbəbləri, səhvləri başa düşmürük və bu səhvləri tapa bilmədiyimizdəndir ki, bugün yeni səhvlər eləyirik. Bizim torpağımızda daim, zaman-zaman başqa millətlər, başqa dövlətlər fironluq eləyib. Biz isə həmişə kənardan baxmaqla kifayətlənmişik, məndən ötsün demişik, məndən ötür kimə dəyir dəysin. Məndən ötüb kimə dəyir, bu da bizim qardaşımızdır. Və bizdən ötən daşlar hamısı bir-bir bizim daşlarımıza, qardaşlarımıza dəyir. Biz isə hələ yenə də susuruq, gözləyirik. Nəyi gözləyirik? Allah bilir. Hələ qarşıda Azərbaycanın şimal qapısı Dərbəndin işğalı dururdu. Hələ qarşıda çox inadkar Şeyxəli xanın üsyanları dururdu və Sisiyanovun Quba fəthi dururdu. Bakı isə Sisiyanovun boğazından keçməyəcək. Sonradan Çar Rusiyası üçün kiçik bir həmlədən sonra asan qazanacağı bir qənimət olsa da, Sisiyanovun aqibəti hələ qarşıda idi. Bakı qollarını açaraq onu gözləyirdi, həsrətlə gözləyirdi.